Jalə cavab versin. Jalədə görək, deməli, aromatik karbohidrogenlərin, yəni arenlərin ümumi formulu necədir? Arenlərin ümumi formulu necədir Jalə? Hüseyin Hafifin 86. Ay sağ ol. İkinci nümayəndəsi hansıdır? İkinci nümayəndə hansıdır? Arenlərin ikinci nümayəndəsi. Benzol. Benzol onlarda birinci nümayəndədir. Orada N6-dan başlayır. Benzol onların birinci nümayəndəsidir. İkinci nümayəndə hansıdır? Onların ikinci nümayəndə. Değil mənim. Toluol Toluol. tabii. Bəli, toluoldur. Jalədə görək toluolda neçə karbon atomu var sp3 vəziyyətində? sp3 hibrid vəziyyətində neçə karbon atomu var toluolda? Toluolda neçə karbon sp3-dür? Hə, Jalə, cavab ver. Toluolda neçə karbon sp3-dür? 6. Neçə karbon atomu sp3 hibrid vəziyyətindədir toluolda? 1. Bir dənə karbon sp3 hibrid vəziyyətindədir. Bir karbon sp3 vəziyyətindədirsə, onda uşaqlar sp3 hibrid orbitalın sayı nə qədərdir? Bir karbon sp3-dür də olur. 4 dənə. 4 dənə. Jalədə görək, deməli, aromatik karbohidrogenlərdə sp2 hibrid orbitallarının sayını söyləmək olur, yoxsa yox, arenlərdə? Arenlərdə demək olur, sp2 hibrid orbitallarının dəqiq sayını söyləmək olur, yoxsa olmur? Jalə fikir bildirsin. Qrupda da uşaqlar yoxdur. Dəstə olmayan uşaqlar var. Onlar hələ mən linki də gec atmışım. Hə, Jalə, deyə bilirik, yoxsa yox? Biraz sürətli ol. Yaxşı, Zeynəb cavab versin. Zeynəb söyləyə bilirik, yoxsa yox? 6 karbon sp2 hibrid 6 halında. karbon həmişə sp2 hibrid halında olur. 6 karbon həmişə sp2 hibrid halında olur. Onda sp2 hibrid orbitallarının sayı nə qədər olar uşaqlar? 6 3 18. 18 dənə. 18 dənə sp3 hibrid orbitalı olar. Zeynəbdə görək, deməli, benzol hansı aqreqat halındadır? Ma7. Suda həll olandır, həll olmayandır. Həll olmur. Benzol su qarışığını hansı üsulla tərkib hissələrinə ayırarıq?